izleyicilerim ve kanalımın qonaqları. Bugün ayın 8'i 8 oktyabr 2025 yıl saat 12:40. Havamız biraz dumanlı, çiskinli, azıcık külək var. Bu hissədə hiss olundu. Köhnə məhəlləyə Sovetskiyə gəlmişəm. Buradan yavaş aşağı düşüb işə geyəcəm. Bura 40 biləkan. Bildiyiniz kimi. Belə yeni parkın ərazisindən belə bir yanına keçək gedəcək. Yavaş aşağı inirik. Gördüğünüz kimi artık buranın hasarı alıblar. Burada söküntü başlayır, yeni dağdan. Bu bina San City'dir. Bundan 4 tane olmalıydı ancak birini tuttular. Arkası gelmedi. Mərkəzi parka çatdıq. Central Park yazılır. Central Park. İndi elinizi aşağıya. Vaxtilə burada mənim bir çəkilişim oldu. Otları yeni biçiblər. Gözəl, iyi gəlir. Hep ki bunu kameraya belə deyir. Birləşdirmək olmur, iyi hiss olunmur. Buradan aşağı düşək, mekanlarına. Yol varımız deyəsən, keçərik. Burada aşağıda süni göl var. İçində balıqlar da var idi. Bilmirəm indi qalıb yoxsa yox. Gedək ora baxalım. Sonra mənim yaşadığım evin yerine gedərik. Baxaq görək hardan, bu yan soldan gedək. Buradan daha rahatdır. Havalar soyduğuna görə artıq bura demək olar gələn yoxdur istirahətə. Yaxın yerlərdən gəlir. Təmizlik işləri gedir, abadlıq işləri gedir. İnşallah ki, park salını belə ağırda böyüyəcək, qulluq olunur bunlara. Ancaq belə görən biri quruyub. İndi söküntü gedir aşağıda, başlayıb. Təzəpirin aşağı hissəsində. Orada deyilənə görə park olacaq və park bura birləşdiriləcək bu parka. Və bu Nizam metrosun'a qədər gələcək. Proyektdə var ki, burada bir amfiteatr, üstü açıq, yaşlı teatr kimi bir şey düzəlsin və ikinci bir göl olacaq. Belə yazılmışdı, bunu oxumuşam. Allah kərimdir. Bu pilləkanlarla yavaş-yavaş düşüyor aşağı. Bilmirəm külək nə qədər imkan verir mənim danışmağıma. Çünki mikrofona düşür. Mikrofonun da belə zaşitası yoxdur. Bunun kameranın öz mikrofonudur. Əlavə mikrofon qoşa bilmirəm buna. Gəlib gölə çatdıq. Gedək baxaq görək. Balıqlar da yerindədir. Var, hətta böyüyüblər balıqlar. Oo, nə yaxşı. Yaxşı qulluq olunur. Bir ildən biraz çoxdur. Ne kadar böyüyüblər. Gedək Təzəpirin yanından keçək. Köhnə evimizin yerine baxaq. Hətta burada bir çəkiliş də var. Yaxınlaşdırım. Palmalar hələ ki dipçəklədir. Yəqin havalar qızanda bunları öz yerlərinə qoyacaqlar. Yəni, harada böyüməlidirlər. Nə çoxdur. Nə yaxşı. Bax, ora biz yaşadığım müddətdə mən 50 ildən çox burada yaşamışam. Yəni doğulu boya başa çatmışam. Bilmirdik ki, bura nədir.
Rekonstruksiyadan sonra yazı gördük qabağında. Hələ demirəm, gedək qabağını göstərəcəm oranın nə olub vaxtilə. Gəldik çatdıq məkana. Daşlar yerindən düzürlər, yəqin dağılıb bir balaca. İçəri girmək istəyirlər, o içəri bağlıdır, oraya bıraxmırlar. Yazını götürüblər, bura necə, təndir hamamıdır, belə deyək. Orada xanımlar vardı, onlara başa salırdım, biraz informasiya verdim, məmnun oldular. Bir savab qazandıq. Bax, gedirik bizim evimizin köhnə yerinə. Hələlik saxlayayım kameranı, çünki əlimdə silkələnir. Artıq burada da velosipedləri arenlə verirlər. Keçən yox idi, bu il var. Balaca kafe. Bax, aşağı yuxarı belə deyim, orada biseçkalar var. Söhbətgah deyirlər də. Onların təxminən yerində bizim evlər idi. Təxmini deyirəm. Burada qonaq gəl bura. Təzə bir məscidi. Nabat xanım Aşırbəyeva tərəfindən maliyyələşdirilib. Buraya ilk və son kərpici Hacı Zeynalabdin Tağıyev qoyub. Nabat xanım rəhmətə gedəndən sonra bu məscidin tikintisi bir qədər ləngiyib. Sonralar onun oğlu bu işi öz öhdəsinə götürüb və işi tamamlayıb. Allah hamısına rəhmət eləsin. Bura mədrəsədir. Təzə bir yuxarı giriş qapısıdır. Mustafa küçəsidir, belə deyil. Burada küçə bitir, qabaqda, sağa ancaq yol dönür. Keçmiş Bəşir Səfəroğlu küçəsinə. Mərasim zallarının girişidir. Burada həcc ziyarətinin binası vardır. Artıq tarixi qovuşub. Ancaq bu binanı restavrasiya edirlər, söküntüyə getmir. Bura qədər gəlmiş isə Məkin həyətinə girməmək, buranı ziyarət eləməmək günahdır. Gəlin içəri daxil olaq. Bismillahirrahmanirrahim. Əgər içəridə namaz qılınmırsa, deyəsən namaz vaxtına çünki içəridə girib çəkərik. Məscidin tikinti və bitmə tarixləri ərəb rəqəmlərinə yazılıb. 1323, 1326 deyəsin, 24, gözüm görmür yaxşı. Gedək içəri baxaq, görə girə bilərik. Bu Nabat xanımın qəbridir, Allah ona rəhmət eləsin. Yeri cənnət olsun inşallah. İndi içəri girək. Bismillahirrahmanirrahim. Namaz vaxtıdır, səs bizə çıxarmayaq. Allah hamının namazını qəbul eləsin inşallah. Çok güzel dikimler. İkinci mərtəbə qadınlar üçün burada namaz olunur. Heç bir naməhrəm onu görmürlərdi.
yavaş çıxaq. Artıq orada balkon sökülüb, o evdə söküntü var. Ayaqlar salamatdır hələ ki. Qabaqda da söküntü var. Buradan yavaşça düşək o dənizçinin evi deyirlər. Onun yanından keçək, gedək işimizə. Buralara bomba koyublar acaba. Gəlib çatdıq dediyim yerə. Dənizçinin evi budur. Şimdi içəri girərik. O çox qədim evdir. İçində freskalar var. Duvarda rəsmlər var. Bəziləri pozulub, ikinci mərtəbə qalıb. Bizim versiyalar çəkərik. Buralar sökülmür. Nə gözəl ki sökülmür. Nə gözəl. İçəri. Bax, buralarda şəkillər olub vaxtıyla, ancaq pozulub, mümkən görmüyor olur, tozmuşu. Bax. Çox gözəl sənət əsəri olub, ancaq baxımsızlıq üzündən bu günə qalıb. İkinci mərtəbədə şəkillər qalınmalı olur. Mən keçən çəkilişimdə burada çəkiliş eləmişdim. Şəkillər var idi. Hə, var. Rəngləri solsa da qalıb. Baxın, belə bir şəkilli. Burada naxışlardır. Yuxarıda şəkil var. Hətta çılçıraq lustra özü qədimidir. Niyə bura restavrasiya olunmur? Niyə baxımsızdır? Bax, bilmirəm. Belə evlər çox nadir hallarda tapılır. Yəni, ehtimal olar qalmıyor. En aşağı gedək, yolumuza davam edəcək. Qarşıda Traktörün binası gelir. Ondan aşağıda Daxili İşlər Nazirliyi. Buranın hasarı alıblar. Niyə? Yəni bu bina söküntüyə gedir. Nə gəldi sökürlər ki? Çox eyib. Bura Pıraxlovun binası, çox çəkmirəm. Bura köhnə binası. Gözəl arxitekturlu evdir. Qabaq fasadından çəkərik. Bura 190-189 nömrəli və Bülbül adına Musul Məktəbi kompleksidir. Bu da Saadət Sarayıdır. İndi Saadət Sarayıdır. Keçək qabaqdan çəkim. Bura Musa Muxtarovun tikdirdiyi evdir. Həyat yoldaşı Liza xanım üçün tikdirir. Liza xanım da ki, General Tuğanovun qızıdır. Şpildə bir heykəl var. Baxın. Bakıda və Azərbaycanda yeganə heykəldir. Makedoniya İskəndər kimi olur. Yəni onun heykəlidir. Yolumuza davam edək. Yəni aşağı düşüb. Bura Dini Qurumlar Üzrə Dövlət Komitəsidir. Solumuzdakı isə Bülbül adına Musiqi Məktəbidir. 3 məktəb bir həyətdə yerləşir. Bülbül 189 və 190. Hələlik çəkilişi burada bitirirəm. İş yerini çatıram. Balıq. Akşamüstü çıxanda Allah nəsib eləsə gerisini çəkərik.
sizləri xoş gördük. İşdən çıxdım, bir neçə saat keçdi. Saatlarımız 6'dır, axşam 6'dır. Yavaş-yavaş Bakıya qaranlıq çökür. Evə gedirik. Bunlar hamısı turist avtobuslardır. Turistləri gözləyirlər. Hamısını otellərindən bir-bir aparacaqlar. Formula 1'in tribunları sökülür yavaş-yavaş. Nə qalıbsa burada qalıb biraz. Yolumuzu İçəri şəhərdən salaq. Bura demək olar ki, hər gün gəlirəm. Hər gün olmasa bir gündən bir keçirəm. Şah Palas otelidir. Qoşaqala qapısından girən kimi sağlıqda. Burada akşamlar canlı musiqi olur bu restoranda. Вон они, справа. Я буду голубчик, я такой, не ты голубчик. Qız Qalası meydanıdır bura. Bildiğim qədər bura divanxana sayılır. Çin turistlərdir bunlar. Bunlar ise qardaş Türkiyədən gələnlərdir. Bizdən solda Qız Qalasının qapısı. Yine birazdan bağlanır ora. Hava gülləri görsənir duman içində. Canlı musiqi, Şam musiqiçilərindən biri. Şəhərin maketidir, bura qoyublar. Belə baxaq. Qız Qalası burada. Qız Qalasının böyrü ilə aşağı enək. Gələk Pulaçasının yanına avtobusa minək və ya Allah evə. Aha, burada durum quyuq da gördüm. Yox, içi doğud. Biri de var, gelin ona baxaq. Belki onun için boşdur. Bu boşdur deyəsən, o yaxınlaşdırım. Görsənmiş. Əsrlərin daşları. Hayır, bir de zevk alıyormuş gibi dinliyorum. Ben anlamadım yani. Şimdi hep tapu orada oynuyor. Ne tapu bilmirəm oynadır. Bakın xarcları başladı.
motosikletlər bu şeylə gəlirdilər, dönürdülər bura, ən dar keçib qabaqda sola döngə. Standarta görə ən minimum 9 metr olmalıdır, bizdə isə 7 metrdir. Sana ver. Sana ver. İstemezsen misin ha? Ama buyurun sakla. Burada Abdullah hayvanlar kula çatırır, gəldi çatır dayanacağa, olur, gözləyin bizim avtobus gəlsin, yendilir. Bugünlük bu qədər, sağ olun, hoşça qalın, Allah'a emanet olun. İnşallah gələn video göstərir.